Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Röya Ayxan ilk dəfə Tbilisidə solo konsert proqramı ilə çıxış edib. Makro Development şirkətinin baş sponsorluğu ilə keçirilən konsert proqramı zamanı əvvəlcə tamaşaçılar arasında lotereya təşkil olunub və qaliblərə müxtəlif hədiyyələr təqdim edilib. Konsert Tbilisi Sports Palace səhnəsində baş tutub və böyük maraqla qarşılanıb. Proqram çərçivəsində sənətçi həm illərdir sevilən hitlərini, həm də yeni ifalarını tamaşaçılara təqdim edib. Müasir işıqlandırma və səhnə effektləri ilə müşahidə olunan konsert izləyicilərə xüsusi atmosfer bəxş edib. Zalda olan pərəstişkarlar Röya Ayxanın çıxışını alqışlarla qarşılayaraq unudulmaz anlar yaşayıblar. Çok möhtəşəm konsert idi uşaqlar. Çox möhtəşəm konsert idi. Yaxşı da oxudum, həyecanlanmadım, hər şey əla idi. Necə vaxt idi ki bu konserti? Bəli, gözlənilirdi, bəli. Olaylar oldu, əlbəttə ki. Amma hər şey yaxşılığa doğrudur. Demək ki, indi lazım idi, indi də oldu. Çox gözəl idilər. Arkada eləşənlər elə bil öndə idilər. O qədər mənlə bir yerdə oxuyurdular, oynayırdılar. Sizi sevirəm. Konsertin baş sponsorluğu Makro City Tbilisi, onlara təşəkkür bildirirəm. Bugünkü konsertin sponsor olmuşdur. İlk növbədə mən çox sağ ol demək istəyirəm. Azərbaycanlılar, Gürcüstanlar yaşayanlar və Gürcülər xalqını çox minnətdaram. Bugünkü konsertə gəliblər, iştirak ediblər və yaxşı qarşılayıblar. Röya xanım konserti çox böyük coşku ilə qarşılayıblar. Birinci növbədə mən demək istəyirəm, məndə böyük arzum idi bu konserti, Röya xanımın konserti Tbilisi eləməyə, bu özdə böyük səhnədə. Bu mənim birinci arzum idi. İkinci arzumdur, İnşallah gələcəkdə ya bu ildə, ya gələn ildə Azərbaycan xalq artisti Aygün Kazino konserti təşkil edərik. Çok güzel, çok güzel. Çok. Həddindən artıq Röya xanım da möhtəşəm idi. Çok güzel eğlendik. Çok güzel. Səbirsizliklə gözləyirdik. Çok şad olduk, çok güzel eğlendik. Var olsun, sağ olsun Röya xanım ki bu hissləri bizə yaşattı, bu gözəl anları bizə yaşattı. Sağ olsun. Super, super. Deməli biz bu konsertdən ötərə Qazaxıstandan gəlmişik. Супер, супер, hər şey super idi. Концерт был просто потрясающий. Я обожаю Рöya. Я давно ждала этот концерт. И, кстати, я купила билет, улетела в Москву, специально прилетела на ее концерт. Это было потрясающе, незабываемое. Çok eğlendik. Her şey çok güzeldi. Elbette ki. Çok güzel. Çox gözəl, çox gözəl, çox super. Super, bəli. Röya'nın bəli. Qeyd edək ki, konsertin baş sponsoru olan Makro Development şirkəti Gürcüstanın daşınmaz əmlak bazarında 2013-cü ildən fəaliyyət göstərir və ekoloji cəhətdən təmiz, təhlükəsiz yaşayış mühitinin yaradılmasına önəm verən etibarlı və iri investorlardan biri hesab olunur. Şirkət həmçinin mənzilləri müştərilərə tam təmirli vəziyyətdə təhvil verməsi ilə seçilir ki, bu da əlavə vaxt və vəsait sərf olunmasının qarşısını alır. Tikintidə tətbiq olunan yüksək standartlar və təcrübə şirkətin artıq tamamlanmış uğurlu layihələri Yaşıl Budapeşt və Yaşıl Almas ilə öz təsdiqini tapıb. Hazırda şirkət Samqori ərazisində Noe Ramişvili küçəsi 30 ünvanında yerləşən geniş miqyaslı və fərqli konsepsiyaya malik yeni layihəsi Makro City Tbilisini inşa edir. Layihə 100 min kvadrat metr ərazidə tikilir və 4000-ədək tam təmirli mənzili əhatə edəcək.